Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi sertifikasiyaya hazırlaşan müəllimlərə xəbərdarlıq edib. Müəllimlərə sertifikasiya imtahanına hazırlaşan zaman səriştəsiz təlimçilərdən uzaq durmaları tövsiyə edilir. Qeyd edilir ki, bəzi qeyri-peşəkar təlimçilərlə çalışmaq imtahan nəticələrinə mənfi təsir göstərə bilər. Araşdırmalar nəticəsində məlum olub ki, sertifikasiya imtahanları ilə bağlı internet resurslarında yayımlanan videoları hazırlayanlar arasında səriştəsiz şəxslər var. Prosesə hazırlıq mərhələsində müəllimlər yalnız rəsmi mənbələrə etibar etməli, qeyri-peşəkar və səriştəsiz şəxslərin yayımladığı videolardan, hazırlıq kurslarından uzaq durmalıdırlar. Müşahidələr onu göstərir ki, müxtəlif internet resurslarda yayımlanan videoları hazırlayanlar arasında səriştəsiz şəxslər var. Müəyyən hallarda onların peşəkarlığı narahatlıq və şübhə doğurur. Hazırlıq müddətində səriştəsiz insanlarla çalışmaq imtahan nəticələrinə mənfi təsir göstərə bilər. Qurum rəsmisi bildirir ki, sertifikasiya imtahanlarına hazırlaşan müəllimlər işbazların qurbanına çevrilməmək üçün maksimum diqqətli olmalı, rəsmi mənbələrdəki məlumatlardan yararlanmalıdırlar. Bu baxımdan təhsil verənlər hazırlıq zamanı ehtiyatlı olmalı, işbazların qurbanına çevrilməməlidirlər. Tövsiyə edirik ki, imtahana hazırlaşanlar video.edu.az portalına daxil olaraq oradakı materiallardan istifadə etsinlər. Eyni zamanda fənləri üzrə əlavə ədəbiyyatlarla tanış olmalı, daha geniş biliyə yiyələnməlidirlər. Bu, onlara imtahandan uğurla keçməyə və müsahibə mərhələsini rahat başa vurmağa kömək edəcək. Agentliyi rəsmisi onu da qeyd edib ki, sertifikasiyada istifadə olunan test tapşırıqları kurikulumdan kənara çıxmır. İmtahan sualları məktəb proqramı çərçivəsində hazırlanır. Aynurə Xudaverdiyeva, Xəzər xəbər.